hökm deyir ki, bu batildir. Qeyri-şəri, şəri, qeyri-şəri batildir. Bundan çəkinmək lazımdır. Amma bir də basən forumun özündən çəkindirilmir. Xavariclər də, o təkfirçilər də onlar deyirlər ki, o hədisdə ki, gələnlər var, o hakimə aid, kitabı ol və s. Onlar deyir ki, indiki hakimlərə aid deyil. Kim deyir bunu alimlərdən? Sələf alimlərindən çıxır. Bu sadəcə onlar bilmirlər hakimiyyə məsələsində necə şübhə eləsinlər. Ona görə atırlar bu cür məsələləri ortaya, cavanları allatmaq üçün. Hamısına aiddir. Yəni, tutaq ki, məsələn, misal çəkirəm də, məsələn, zina barədə hədislər var. İndi zina o vaxtın zina edənlərinə aiddir, indikilərə aid deyil. İndikilərə də aiddir. Yəni, o vaxt olan məsələlər indi də aiddir, həmən şeydir. Hakim hakimdir. O Sələf-Forum da o fikirləri yayır. Sələf-Forum da o fikirləri yayır. Amaş, o birisi, xavariclər. Onlar da bu fikri yayırlar ki, indiki hakimlər şəri, yəni qeyri-qanunidir. Qeyri-qanunidir. Yəni demək istəyir ki, o dəlillər ki var, hakimə tabi olmaq, asi olsa da, zalim olsa da, onlar deyirlər ki, indikilər aid deyil. Bu xavariclərin rəyidir. Yəni sələflər belə demir. Aydındır? Bəli. Həm də o hədis ki var, qardaş qeydilər, olan belin qırır. Olan belin qırır ona görə. Bəli.